Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə ilkin anlayışlar, informasiya və ilkin anlayışlar, informasiyanın əsas anlayışları üzrə keçdiyimiz sualın izahını verirəm. Sual 1-də deyir ki, ölçmə vasitələri əldə olunan subyektiv və baxışlardan təsirlənməyən informasiya necə adlanır? Ölçmə vasitələri əldə olunan informasiya, ümumiyyətlə subyektiv baxışlara baxmırıqsa, biz burada obyektivlik xassəsi götürürük. Çünki obyektivlik xassəsi ümumi olaraq hər kəsin qəbul etdiyi informasiya növünə aid edilir. Şəxslərin hər kəsin öz fikri subyektivdir, lakin biz obyektivlik xassəsində şəxslərə deyil, ümumi fikrə əsaslanırıq. Mətnin bir dildən digər dilə keçmə tərcüməsi hansı prosesə aiddir deyir. Mətni bir dildən digər dilə keçmə, məsələn, ingiliscə bir mətni oxuyursunuz. Birinci onu emal edirsiniz və ingiliscə başa düşürsünüz ki, sizə nə deyir mətn. Daha sonra isə onu Azərbaycan dilinə çevirirsiniz, ingilis dilinə, rus dilinə, türk dilinə və s. kimi dilləri keçirirsinizsə, bu zaman siz artıq orada emal prosesi aparırsınız. Yəni, bir dildən digər dilə keçmək prosesi emal prosesidir. İnformasiyanın emal prosesi. Məntiqi dəyişənlərin hansı qiymətləri ola bilər deyir. Məntiqi dəyişənlərin qiymətləri 0 və ya 1 ola bilər və yaxud böyükdür, belə deyək də, mənfi, müsbət və s. kimi qiymətlər ala bilmərik burada. Bizdə məntiq dəyişəninin qiymətləri ya 0-dır, ya 1-dir, ya doğrudur, ya yanlışdır və yaxud da ki, true, false-dur. Üç anlayış üçün eynidir. 1, doğru, true eyni anlayışdır, 0, false, yalan isə eyni anlayışdır. Rabitə kanalı ibarətdir. Rabitə kanalı ibarətdir ötürmə mühitindən və ötürmə vasitələrindən. İnformasiyanın daşıyıcılarının fiziki prinsip qrupu deyil. Plastiklər olacaq cavab. Niyə? Çünki maqnit diskləri var, elektron disk versiyaları var, optik disk versiyaları var, lakin plastik disk versiyalarımız yoxdur. Hətta elə bir informasiya daşıyıcı versiyamız da yoxdur. Doğru olmayan fikri soruşur bizdən. İnformasiya uzun müddət saxlaya və daşıya bilən vasitələr informasiya daşıyıcıları deyil. Bəli, düzgün fikirdir. İnformasiyanın ötürülmə prosesində 3 obyekt iştirak edir. İnformasiya mənbəyi, rabitə kanalı, informasiyanın qəbul edicisi düz fikirdir. Maddi daşıyıcılardan istifadə etmədən böyük həcmdə verilənləri bulud yaddaşında saxlamaq mümkündür. Bəli, düz fikirdir. İnformasiyanın emalı onun təqdim edilmə formasını və məzmununu dəyişdirmək üçün məqsədyönlü prosesdir. Bəli, düzdür. İnformasiya nəzərdə tutulan şəxsin başa düşdüyü şəkildə verilməsi onun aktuallıq xassəsi deyil. Əgər qarşı tərəfin başa düşülməsi şəkildə informasiya ötürülürsə, bu başa düşülən, yəni anlaşılıq qaydası xassəsidir. Aktuallıq xassəsinin isə cari zamana uyğun olan informasiyanın mübadiləsini deyirik, yəni aktual gündəmdə olan deməkdir. Biometrik mühafizə sisteminə nələr aiddir desək, əslində bu sualın kənarında burada cavablar qeyd olunur, gözümdən qaçıbdır, amma siz buna rəğmən bu sualları səhv yazırsınız. İnformasiyanın biometrik mühafizə sistemi dedikdə nə nəzərdə tutulur? Biometrik sistem odur ki, mühafizə sistemi odur ki, insanın fiziki və ya davranış xüsusiyyətlərinə əsaslanaraq şəxsiyyəti müəyyən edən bir təhlükəsizlik texnologiyasıdır və bu texnologiya sadə dillə desək, lori dildə desək, elə bilin ki, bədənimizin bir parol versiyasıdır. Yəni, bədənimiz vasitəsilə verdiyimiz parollardır. Məsələn, barmaq izlərinə görə tanınma bura aid edilə bilər. Nitqin özəlliklərinə görə tanınma bura aid edilə bilər. Gözün qüvvətli quşasının şəklinə görə tanınma istifadə edə bilərik. Biometrik adlanır. Üzün təsvirinə görə tanınma biometrikdir. Nitq özəlliklərinə görə tanınma biometrikdir. Ovuzun içərisində ümumiyyətlə yazı saxlayın ki, hər bir insanın barmaq izi, əlinin içərisindəki cizgilər fərqlidir, yəni unikaldır. Hər kəsin özünə xasdır. Məsələn, seçkilərdə falan niyə barmaq izindən istifadə edir? Çünki bir adamın barmaq izi digər adamla eyni şəkildə olmur, ona görə. Belə. Yəni, burada cavab olacaq 1, 3, 4, 5 və 6. Sonra, qrafik mətn və ədədi informasiyalar hansılardır deyir. Qrafik informasiya çertyojlardan, cədvəllərdən, sxemlərdən, diaqramlardan və adi şəkil versiyalarından aldığımız informasiyadır. Ona görə şagirdlər dərsi daha yaxşı anlaya bilməsi üçün dərsliklərdə sxemlərdən və cədvəllərdən istifadə olunur deyilirsə, burada qrafik aid edəcəyik. Tələbə biletini itirən Xədicə universitet rəhbərliyinə ərizə ilə müraciət etdi deyirsə, ərizə müraciət edibsə, deməli yazaraq edib, buna görə mətindir. Otaq termometri temperaturun 16 Selsi olduğunu göstərdi, bu isə ədədidir. Yəni 16 Selsi nədir? Ədəd informasiyası alırıq ora baxanda.
Mədinənin anası evə qayıdarkən qapıdan asılmış reklam bukletindən yaxınlıqdakı mağazada bütün mallara 20% endirim kampaniyası olduğunu bildi. Verilmiş cümlədə informasiya qəbulçusunu və mənbəyi müəyyən edin. Təbii ki, mənbə mağazanın reklam kağızıdır, yəni reklam bukletidir. Qəbul edən isə Mədinənin anasıdır. Sonra informasiyanın növü, xassəsi və təqdim edilmə formasını axtarırıq. İnformasiyanın növü vizual və taktili olaraq qeyd olunur. İnformasiyanın xassəsi burada variantlarda əsasən tamlığı götürürük. İnformasiyanın təqdim edilmə forması isə mətni və ədədi versiyaları götürürük. İnformasiyanın biometrik mühafizə sistemi, eynicə də bunun kənarında cavablar qeyd olunub, amma yenə də siz buna rəğmən bu sualı səhv yazırsınız. İnformasiyanın biometrik mühafizə sisteminə aiddir dedikdə, parolda istifadə etməyə aid deyil, çünki biometrik deyil, simvolik bir mühafizədir. Üzə görə tanınma biometrikdir. Antivirus müdafiəsi kompüter proqram təminatına aiddir, yəni biz onu software bölməsində öyrənirik. Verilənlərin fiziki müdafiəsi, bu da texniki müdafiədir, yəni sizlik bir durum yoxdur, yəni biometrik mühafizə sisteminə aid deyil. Barmaq izlərinə görə tanınma isə biometrikdir, bəli. Ona görə 2-5 olacaq burada. Sonra müəllim tapşırığını lövhəyə yazdı və şagirdləri həll etməsini tapşırdı. Burada müəllim lövhəyə tapşırığı yazıbsa, burada var vizual informasiya, çünki şagird lövhəni oxuyaraq informasiya qəbul edir. Şagirdləri həll etməsini tapşırıbsa, onu emal etmək prosesindən gedir. Əgər müəllim informasiyanın hansı təqdim edilmə formasına və prosesinə, əgər belə deyim burada, əgər ki müəllim lövhəyə yazıbsa və şagirdlər onu həll etməsini tapşırıbsa, burada yazı vizualdır. Lövhəyə yazmaq isə ötürmədir. Yox, əgər müəllim lövhəyə yazıb və şagirdə deyirsə ki, məlumat, yəni şagirdin aldığı informasiyanı soruşurlarsa bizdən, onda burada cavab olur emal. Amma burada bizə sırf müəllimi soruşduğu üçün, deyir ki, burada sırf müəllimi soruşduğu üçün biz burada götürürük cavabı vizual və ötürmə. Vizual və ötürmə. Niyə görə? Çünki müəllim lövhəyə yazıb vizual informasiya ötürüb, müəllim onu şagirdlərə yazıb ki, həll edin, bu artıq ötürmədir. Yəni, lövhədə misal həll yazır ki, şagird onu qəbul etsin və onu emal eləsin və tapşırıq həll etsin. Yenə deyirəm, əgər ki, müəllim haqqında soruşursa, buradakı cümlədəki kimi, burada cavabı götürürük vizual, ötürmə. Yox, əgər ki, desəydik ki, bəs şagirdlər müəllim lövhəyə yazdı, şagirdlər həll etdi. Bu nədir? Onda o zaman deyəcəksiniz ki, müəllim lövhəyə yazıbsa vizual informasiya verir və ötürmə informasiyasına istifadə edibdir. Lakin informasiya prosesindən istifadə edir. Lakin şagird isə emal prosesindən istifadə edərək onu həll edibdir. Cavab burada olacaq vizual və ötürmə. Sonra deyir, saxlanılma, ötürülmə, emal. Anar müəllimin verdiyi tapşırığı həll edir. Həll edirsə emaldır. Müəllimin bugünkü mövzu haqqında uşaqlara məlumat verir. Məlumat verirsə ötürmədir. Fərid müəllimin danışdığı dərsi dəftərə qeyd etdi. Qeyd edirsə saxlanılmadır. Riyaziyyat müəllimi natural ədədlərin mövzusunu izah edir. İzah edirsə ötürmədir. Maliyyələşdirmə haqqında məlumatlar informatika kitabında yazılıbsa saxlanılmadır. Rauf və Fuad görüşmək üçün məkan təyin etdilər, lakin vaxtı təyin etməyi unutdular. Burada Rauf və Fuad üçün hansı informasiya pozulur? Rauf və Fuad üçün əslində burada pozulub tamlıq xassəsi pozulub, çünki onlar tam saatı deməyiblər. Əgər cavab versiyalarında tamlıq xassəsi olmasaydı, burada dəqiqlik xassəsini götürərdik, çünki dəqiq olaraq fikirdə bildirməklər ki, məsələn, filan saatda görüşərik. Tamlıq və dəqiqlik xassəsi yoxdur burada. Variantlarla tamlıq olduğu üçün tamlığı götürür. Kompüterdə olan bütün informasiyalar kompüter üçün nədir? Veriləndir. Ümumiyyətlə yazılı saxlayın ki, kompüterin içərisinə daxil olan hər bir məlumat olur verilən. Verilən anlayışı kompüterin daxilində olan, mənası olub olmayan 0 və 1-lərlə kodlaşdırıla bilən növüdür. Yəni məlumat növüdür. Bu qədər inşallah ki, aydın oldu suallarımız sizə. Uğurlar.